ədədinin qiyməti 11 qəpiyə düşür. Gördüyünüz bu buketdə belə deyək 10 ədəd var. 1 manat 10 qəpik. Həmçinin bunlarda qiymət 10 manat. Qardenziyanın 4 manatdan başlayır Bəli, topdanı. Topdan dəstəsi, yəni bir dəstəsinin qiyməti baxın belə 5 budaqdır, 4 manatdan başlayır. Qiymət 4 manat. Neçədən başlayır? Məsələn, sakura asmalar 3 manatdan başlayır. Sakura balaca budaqları 3 manat 50 qəpikdən başlayır. Daha sonra yaşıllıqların ağac formasında olan çeşidləri var. Baxın divar boyunca və arxa hissədə. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağaza Liliya Süni Gül mağazasından detallı video çəkib hazırlayacağıq ki, bir neçə dəfə olmuşdu səhifələrimizə müraciət bu güllərlə bağlı. Qarşıdan həmçinin Sevgililər günü, 8 mart və Ramazan bayramı gəlir. Ən çox bu məhsullara da yəni ehtiyac ola bilər deyə onun üçün də çalışırıq ki, sizə uyğun, bu bayramlara uyğun məhsullar, toplantılar çəkib təqdim eləyək. Bugünkü mağazamız Liliya Gül mağazası olacaq ki, burada yüzlərlə fərqli gül çeşidlərinin satışı həyata keçirilir ki, mağaza haqqında qısa olaraq ünvanına deyim, daha sonra keçək inşallah çeşidlərlə sizi tanış eləyəm. Mağaza yerləşir Abşeron Ticarət Mərkəzi, Abşeron Mall ərazisi, korpus 23, mağaza 14. Gəlmək üçünsə çox rahat ünvandadır ki, ötən dəfə çəkilişlərimizdə göstərmişdik. Meyvəli dairəsinə gəlirsiniz, birinci dairədən sola dönürsünüz. Saxara elektronikası keçən kimi həmən mühafizə demək köşkündən sağa girirsiniz, daxil olursunuz bazara. 50 metr ilerləyirsiniz. İkinci kəsişmədən solda Liliya Gül mağazasını görmüş olacaqsınız. İndi isə keçək inşallah içərdən sizə ümumi olaraq mağazanı təqdim eləyək və hansı çeşidlər var burada onları təqdim eləyək. Demək, ümumi olaraq ilk olaraq qısa olaraq məlumat verim. Mağazada hansı çeşidlər var, nələr satılır. Ümumi olaraq başlayır yaşıllıqlar, güllər, güllərin həm tək, həm dəstə formasında. Daha sonra yaşıllıqların ağac formasında olan çeşidləri var. Baxın divar boyunca və arxa hissədə ağac formasında olan. Həmən bu ağac formasında olanların da fərqli dipçək modellərdə mağazada satışı mövcuddur ki, kiçik ölçüdən tutmuş ta böyük ölçüyə qədər fərqli çeşidlər var. Baxın yuxarıda yaxınlaşdır zəhmət olmasa. Yuxarıda kiçik dipçək modelləri var. Onların da həm satışı mövcuddur, həmçinin də özünüz də alıb, dipçəyini və gülünü alıb, özünüz də öz zövqünüzə uyğun kimlər ki, əl işləri ilə məşğuldur, bu işləri həyata keçirə bilir, bacarır. Onlar da həmən dipçək modellərində hazırlayıb satışını edə bilərlər. Həmçində böyük çeşidlər də yeni qeyd etdiyim kimi mağazada var. İndi isə başlayırıq mağazadan girişdən, sağdan başlayaraq ümumi olaraq. Çeşid həddən çox çeşid var və xırda çeşid olduğuna görə ümumi olaraq çalışacağıq ki, nümunə olaraq bir neçə çeşidlərin qiymətlərini təqdim eləyək. Mağaza əməkdaşı Samir bəy də inşallah bizə kömək edəcək bu çeşidləri deməkdə, çünki elə çox təcrübəmiz yoxdur. Ümumi olaraq mağazadan çeşidlərdən başlayaq, qiymətlərinin hansını deyə biliriksə, regionlardan izləyənlər var və s. onlar üçün də bir formalaşsın fikir. Daha sonra isə kimlər istəyirsə əlaqə saxlasınlar, sizlə yardım alsınlar. Mağazanın əlaqə nömrələrini, ünvanını və Instagram, TikTok adresi var idi. Instagram və TikTok adresini də aşağıda qeyd edəcəm. Həmən sosial şəbəkə ünvanları üzərindən də rahat keçid edib izləyə bilərsiniz. Həmçinin mağazanın WhatsApp qrupu da yeni açılıb. Sırf inşallah kimlər ki regionlarda və onlayn satışla məşğul olur, ümumiyyətlə mağazası var və s. Məhsulları orada detallı şəkildə qiymətləri ilə və şəkilləri ilə bərabər mütəmadi olaraq paylaşılacaq. Onları da siz izləyib rahat şəkildə tanış ola biləcəksiniz. İndi başlayırıq. Demək, buradan hansı çeşidlərdən başlayaq? Sakuralardan başlaya bilərik. Ən çox tələbat görən sakura budaqlarıdır. Belə uzun sakura budaqlardır. Məsələn, bunlar hündürlüyü 1 metrdir, uzunluq var 1 metrdir bu formada. Ən çox tələbat görən, məsələn, bunlar ən çox tələbat görür. Bunlar ən çox tələbat görür dekor işlərində. Sakura asmalardır. Bunları arka yığımında istifadə edirlər. Baxın, belə paketli şəkildə, bu da açılım forması. Məsələn, bunlar da paskada uzunluğu 180 cm-dir. Listinin uzunluğu 180 cm-dir. Sallama modellərində rəngləri var. Onların belə çeşidləri də var. Məsələn, yarpaqsız modellər də var bu formada. Hündürlükləri 2.30-dur. Hündürlükləri 2.30. Qiymət olaraq isə deyə bilir, minimum neçədən başlayır? Məsələn, sakura asmalar 3 manatdan başlayır. Sakura balaca budaqları 3 manat 50 qəpikdən başlayır. Çeşidə görə, uzunluğuna görə, nə bilim, gül sayının sıxlığına görə qiymət yəqin ki dəyişir. Sakuralarımızda 3 manatdan başlayır. Sakura budaqları dekorda istifadə olunan. Ən çox bu gülləri əsasən istifadə olunur dekorda.
ən çox dekorda istifadə Dekorda. olunur, belə deyək. Arkaların yığımında, bəzi kafe, restoranlar, kofe shoplarda bəlkə görmüsünüz qapısına arkalar yığırlar belə. Bəli, bəli, bəli. Rəngli formalarda. Ən çox onlarda istifadə olunur. Tamam. Daha sonra isə keçək yaşıllıqlar. Ən çox Belə bunlar da yaşıllıqlar. istifadə olunur restoranlarda, barlarda, Otellərdə. nə bilim, şirkətlərdə filanlarda. Bəli. Əsasən bunları spotların, işıqların ətrafına vururlar, yuxarıdan asdırırlar bu formada. Yəni bunun ətrafı bu formada yığılır. Məsələn, sakura asmanın ətrafına da yığılır. Belə çeşidləri var, fərqli-fərqli. Bunların güllü versiyaları da var, güllü formaları. Əsasən məsələn bunların ətrafına yığılır. Yuxarıdan spotların ətrafına yığılır. Yəni kafe, restoran sahibləri bunlardan çox işlədirlər bəzəmək üçün. Həmçinin baxın yuxarıda fərqli çeşidlər də var ki, qiymət olaraq ümumi olaraq başlayır 4 manatdan. Bəli, bəli, fiyalkalarımız Topdan qiymət 4 manatdan başlayır. Toplu şəkildə alış etdikdə və fərqli çeşidlərdə və yuxarı qiymətə olan digər modellərdə var. Daha sonra ən çox istifadə olunan qərənfil çeşidini qeyd eləyək. Qərənfil çeşidlərdə demək onlu şəkildə bir ədədinin qiyməti 11 qəpiyə düşür. Gördüyünüz bu buketdə belə deyək 10 ədəd var. 1 manat 10 qəpik. Həmçinin fərqli rəng çeşidlərdə var. Yenə də kimlər ki tez-tez Əsasən bilirlər də, rayon klientləri bilirlər. Pres qərənfildir bu. 11 qəpikdir bir dənəsi düşür. Bu da 15 qəpikdir. Açıq qərənfil deyirlər də buna da. Yəni buket şəklindədir. Bəli, bunun dəstəsində 20 ədəd olur. Bunun dəstəsində 10 ədəd olur. 10 ədəd olur. Daha sonra ən çox yazda, elə qışda nərgiz gülü təbiilərin görmüsünüz. Baxın belə bunlar da süni şəklində olan versiyalarıdır. Bunların da fərqli rəng çeşidləri var. Fərqli rəng çeşidi var. Arası 6 rəng çeşidi var. Yəni sarının bir neçə çeşidi var. Beləsi var. Beləsi var. Yəni əlimizdə göstərdiyimiz var. Bir də belə tam sarısı var. Yəni fərqli çeşidlər var. Bunlar da başlayırdı topdan qiymət 5 manatdan. Həm evdə istifadə edə bilərsiniz, həmçinin də satışını edənlər və dekor işi ilə məşğul olanlar, gül işləri ilə, əl işləri ilə, handmade işlər görənlər də yenə istifadə edə biləcək. Daha sonra nəyimiz var? Nərgizin elə çeşidi də var məsələn. Daha uzundur bunlar deyəsən. Eyni qiymətdir. Eyni Gülləri qiymətdir. biraz böyükdür, həm budağı böyükdür. Burada da yenə fərqli rəng çeşidləri var. Belə pəmbəsi var, daha sonra sarısı var. Yenə çeşidli şəkildə bu işi görürsünüzsə, mağazanızda və yaxud da öz işlərinizdə istifadə edə bilərsiniz alışını edib. Daha sonra buradan başlayıb büküt digər dəstə güllər. Məsələn belə dəstə formasında olan var. O belə xomsada falan istifadə edə bilərsiniz. Həm də güldana da qoyurlar. Xomsada da istifadə edirlər, toy nişanda da istifadə edirlər. Bu rəng çeşidləri də var da indi. Şadlıq evləri də. Bəli, şadlıq evləri də. Hər yerdə dekor məqsədli hər yerdə istifadə edə bilərsiniz. Və belə ən çox bilinən model var. 24 gül deyirlər və buna. Gözəl görünsün. Belə baxanda təbiidən çox da seçmək olmur. Ağı da var belə formada. Yəni bunu ən çox restoranlarda istifadə edirlər, toy nişan belə şeylərdə istifadə edirlər. Bunlarda qiymət? Bunlarda qiymət 10 manat. Qiymət 24 ədədli 10 manat roza. Bəli. Daha sonra belə başlıqlar da var. Bunlar nədir? Bunlar tək başlıqlar. Bunlar tək başlıqlardır. Bunlar çubuğa da taxmaq olur. Rəng çeşidləri də var. Belə rəng çeşidləri. Neçəlidir paketdə? Paketdə 20 ədəd olur, 70 qəpikdir. Ədədi. Bəli. Bir ədədi 70 qəpikdir. Baxın belə dekor işi görənlər yəqin ki, bunda ən çox istifadə edəcək. Bəli. Dekorda, xomsada istifadə edenlər. Baxın, ən çox xoşuma gələn həmən o güllərdir. Burada belələr də var. Bunlar da dəstə gül çeşidlərdir. Bunların çıxarda baxa bilərsiniz belə formada. Bunlar iridir. Üstündə gül dənəcikləri də çoxdur. Bunlar da dekor arka yığımından istifadə edirlər, xırda-xırda güllər kimi. Onun elə piyon versiyası da var, balaca piyon versiyası. Bunu da dekorda, xınadan həm istifadə edirlər, toy nişanda istifadə edirlər. Xeyir işlərdə, toyda, nişanda, nə bilim, ad günü də ola bilər bəlkə də, xına, digər şad xeyir işlərdə dekor yığanlar və yaxud da özünüz də şəxsi alıb həyətinizi bəzəyə bilərsiniz. Başlıqlardan belə də göstərmək olar. İstənən, bu da çox istənən modellərdəndir, piyondur. Dənəsi 1 manatdır. Yəni dümağ modeldir.
ən çox axtaranlar dümağ axtarırlar. Bu dümağ modelidir. Bir dənəsi 1 manatdır. Paçkada da 20 dənə olur. Paçkada 20 dənə. Belə. Aldınız, bir dəfə aldınız, ən azı 5 ay, 6 ay, yəni bu işi görənlər yəqin ki bilir, 5 ay, 6 ay istifadəyə imkan verir ki, uzun müddət istifadə eləyəsiniz. Dekorçular hara kimi istəsə istifadə edir. Dekorçular lap çox istifadə edir. Amma indi ağlar bəzən kirlənəndə təmizlənir, hə? Təmizlənir. Yumaq məsəl üçün atıb yumaq. Problem yox, parçadır da. Hə, çox məlumatımız yoxdur, ona görə nədəsə səhv eləyə bilərik. Baxın, burada da yenə fərqli, yenə gül dəstələri var, ramaşka dəstəsi var. Bəli, bunlar 2 manat 50 qəpik idi məsələn. Bunlar 2 manat 50 qəpik idi, amma irəlidə biraz xırdası da var, 1 manat 50 qəpik. Bəli, bəli. Orada da yenə fərqli rəng çeşidləri var. Baxın belə. Məsələn, belə piyonlar. 12 güldür bunlar. Rəng çeşidi bir 6-7 rəng çeşidi də var. 6 rəng çeşidi var, bu formadadır. Bunlar məxmər parça gedir. Parçaları məxmərdir. Hə, bu lap təbiiyə biraz bənzəyir. Biraz. Əslində çox vaxt soruşurlar, ən təbii hansı oxşuyur, ən təbii. Yəni o biraz göz zövqü məsələsidir. Bu rəng üçün mənə məsəl üçün çox gözəl gəlir. Bu elə bir bordo. Hə, indi isə o daha canlı görünür Hə, məsələn. o çox canlı görünür. Bu rənglər yəni gül rəngi deyil deyə, bu təbii kənardan baxanda hiss olunur. Məsələn bu rəngidir, təbii gül rəngi olduğuna görə daha çox canlı hiss olunur. Daha sonra bunlar nə idi? Bunlar da ramaşkadır, ramaşka dəstələri. Bunlar 3 manat 50 qəpikdir məsələn bunlar. Bunlar bir fərqli, daha iri ramaşka dəstələri. Neçə? 3 manat 50 qəpikdir bir dəstəsi. 3 manat 50 qəpiyə bir dəstəsi. Bəli. Bunların da yenə fərqli rəngləri var. Baxın belə yasəmən rəng, tünd qırmızı rəng, ağ rəng, narıncısı var. 4-5 fərqli rəng 5-6 çeşidləri rəngi var. Bəli var. Daha sonra ramaşkanın düm ağ bildiyimiz şablon ramaşka rəngi. Burada da baxın paçkalarla yığılıb. Sonra daha bu Benjamin yarpaq gedir. Yəni bu bazarda da çox adam bilir. Onun təbiilisi də deyəsən var. Ya parklarda zətdə kollar olur, elə bil sonra elə görüntü verir. İstifadə olunur, ağaclarda da istifadə olunur. Məsələn biz bunu dekor ağacda yığırıq. Bu formada məsələn əl işləməli ağaclarda yığırıq. Bunlar kafe, restoranlarda çox vaxt lazım olur. Baxın bunların gövdəsi təbiidir, amma üzəri laklanır ki, qurd salmasın, çürüməsin. Lakin üzəri baxın belə süni güllərlə bəzədilir. Aşağısı da demək pena ilə. Bu təbii mamırdır. Alt hissəsi gipsdir, möhkəmlətmək üçün gipsdir. Yəni aralanmasın, qopmasın deyə gipsdir. Üstü bu hissəsi təbii mamırdır, yaşıl. Gövdə hissəsi təbii ağacdır, üstündəki də süni güllərlə əl işləməlidir. Süni güllərlə fərqli zövqünüzə uyğun sifariş verib də yığdıra bilərsiniz və yaxud da hazır alıb yenə də özünüz satışını həyata keçirsəz istifadə edə bilərsiniz. Baxın fərqli 180 santimetrliyi var, 230 santimetrliyə kimi var. Hətta istəsəz hündürdə düzəldə bilərik. İnşallah arxa fonda onu maksimum göstərməyə çalışacağıq digər çeşidlərini. Daha sonra burada nəyimiz var? Bura dedik, bunlar nə çeşididir? Bunlar da 3 manat 50 qəpikdən başlayıb xırda güllərdir bu formada. Bəzən istifadə edirlər, lazım olur. Dekor işi görənlər yenə fərqli özləri fonçaçılara lazım olur. Fonça işi görənlər. Bəli, fonçaçılara lazım olur. Fonça dekor işləri görənlər də istifadə edə bilir. Daha sonra baxın burada da biraz daha bunlardan yəni güldan da düzəldirlər. Güldan, qəşəng güldanlar da düzəldirlər. Əl qabiliyyəti yaxşı olanlar istifadə edir. O belələr var. Lilyalıdır, həm lilyalıdır, həm qızılgüllüdür. Bu 4 manatdandır, 5 rəngi var. Bunlar hansıdır? Bunlar qartenziya. Qartenziya modelləri düm ağ sevənlər, baxın belə. Bunlar düm ağ deyil. Bunlar bej rəngidir. Bej rəngi. Biraz həmmal olsun, amma daha çox yəqin ki toylarda, nişanlarda, şadlıqda ən çox istifadə olunan bu rənglərdir. Qardenziyanın 4 manatdan başlayır topdanı. Topdanın dəstəsi, yəni bir dəstəsinin qiyməti baxın belə 5 budaqdır, 4 manatdan başlayır. Qiymət 4 manat. Endirimdədir, yəni əslində 4 manat 50 qəpik endirimə qoyulur. Hal-hazırda endirimdədir. İnşallah bu videonu gördükdə alışını etmək istəsəniz, yəni bu videodan çox üzərindən keçməmiş 4 manatdan əldə edə biləcəksiniz. Daha sonra belə fərqli maraqlı üzərində aksesuar kimi olan belə bir gül dəstə modeli var.
Onların topdan satışı 5 manatdır. Bunlar artıq 5 manatdır. Bəli, onların Həmçinin belə içəri lilya qal. versiyası da var. Formada lilya versiyası da var. Ramaşkalısı da var, lilyalısı da var. Gözəl. Onlarda fərqli yaşıllıq çeşidləridir yenə. Qazonlarımız da var. Qazonlar. Bəli, Onlar 40-ın da altı divara belə Bəli, divar. vurulan defa. Hə. Divara Yenə də vurulan. onu da restoranlarda mütəmadi olaraq görmək olur. Divarlarda müəyyən hissələrdə yenə o şəkildə bəzirlər. Uzaqdan zəhmət olmasa buranı göstərək. Burada ümumi olaraq xeyli sayda həmən və öncə qeyd etdiyimiz ağac modellərini görürsünüz ki, burada da yəni hündürlüyünə görə qiymət əsasən formalaşır. Hündürlüyünə görə daha çox istifadə olunan demək gülünə və yaşıllığına görə, düzdürmü? Bəli. Ümumi olaraq amma qısa olaraq bir ədədini misal olaraq desək, minimum başlayır dipçəyi ilə, gülü ilə bir yerdə 50-60 manatdan başlayır, üzü yuxarı dəyişir. Lakin siz daha ucuz əgər başa gəlməyini istəyirsinizsə, yenə də həmin bu yaşıllıqları öz zövqünüzə uyğun olaraq seçə bilərsiniz. Həmçinin də baxın, zəhmət olmasa orada göstərək, fərqli ölçülərdə və fərqli dizaynda olan dipçəklər də var ki, yenə də siz hansı formada istəsəniz, əl qabiliyyətiniz varsa öncədən və yaxud da bu işlə məşğulsunuzsa, zövqünüzə uyğun olanını seçib və belə maraqlı modellər də hazırlaya bilərsiniz. Həmçinin də sifariş verə bilərsiniz. Burada da sizin üçün hazırlaya bilərlər. Həmçinin də hazır modellərdən də alışını edə biləcəksiniz. İndi isə sizlərə tək-tək gül modellərini qısa olaraq onlardan da göstərək. Hansı çeşidləri var, qiymət olaraq neçədən başlayır? Tək-tək məsələn güllərimiz belə var. 1 manatadır, 1 manatadır. Ümumi olaraq ən ucuzu 50 qəpikdən başlayır. Bəli, 50 qəpikdən başlayan modellərimiz var. 50 qəpikdən başlayır. 50 qəpikdən başlayır belə tək gül modelləri. Yəni 60 qəpiyə var. Üzü yuxarı yenə də çeşidinə görə, materialına görə, keyfiyyətinə görə qiymət dəyişəcək. Burada da yenə bir 30, 40, 50-yə yaxın fərqli çeşidlər var ki, istəyir qızıl gülün belə bağlı forması, açıq forması, rəngli, daha sonra belə fərqli adlarını bilmədiyim. Günə baxan məsələn 90 qəpikdir. 90. Bunların içərisində ən çox xodavoy, ən çox işləyən hansıları deyə məsələn 1 manata belə qızıl güllərimiz məxmər parçalıdır. 1 manata çox təbii oxşadığına görə. Və beləsi var 1 manat 50 qəpiyə. Bu formada biraz daha iridir. Biraz daha iridir. Görürsünüz. Ən çox işlənən qızıl güllərdir belə çıxır. Bəli, ən çox. Bunlarda sakura, öncə çəkdiyimiz sakuranın bir başqa budaq variantıdır, daha uzun və maraqlı modeli. Bunların da qiyməti 3 manat idi. Həm ağ rəngi, həmçinin belə orijinal sakura rənginin çeşidi var. Daha sonra burada yenə də fərqli, bayaq qeyd eləmişdim, həmin bu 1 manat 50 qəpiyə olan ramaşka çeşidini də sizə göstərək. Bunu hələlik qoyun bura. Ramaşka çeşidinin 1 manat 50 qəpiyə olan budaq gülüdür. Bunların da yenə mavi rəngi, qırmızı rəngi, çəhrayı rəngi, fərqli rəng çeşidləri var. 5 rəng çeşidi var, 3 rəng çeşidi var. Bunun 5 rəng çeşidi var. Onun 3 rəng çeşidi var, 2 manat 50 qəpiyə olan 5 rəng çeşidi var. Yenə də bu işi görənlər hər dəfə tövsiyə edirik, bir daha da yenə təkrar olaraq bildirmək istəyirik. Kimlər ki bu işi görür, kimlər ki bunun satışını edir, mütəmadi şəkildə ən azı bir dəfə mağazaya gəlmək tövsiyə olunur ki, gəlsinlər ümumi olaraq çeşidlərlə birə-bir tanış olsunlar. Daha sonra isə gəlmədən WhatsApp görüntülü vasitəsilə əlaqə saxlayıb sifariş verə bilərlər. Və yaxud da yenə də gəlmə alıb Naxçıvana göndərişlərimiz var. Bütün rayonlara göndəriş var. Naxçıvana poçtdan da göndərə bilərik. Avtobusla əsasən gecə olur, çox vaxt poçtla göndəririk. Bütün rayonlara da yanımızda rayon avtobusları saxlayır da. Hamısına rayonlara rayon avtobusları vasitəsilə göndərə bilirik. Şəhər daxili botla göndəririk. Ağaclar olanda, böyük olanda bazar taksiləri ilə göndəririk. Tamam. Çatdırılma məsələsi ilə bağlı eyni digərlərində olduğu kimi burada da bölgələrə, regionlarda da çatdırılma var. Şəhərə də istəyinizə uyğun olaraq voltla çatdırılma oluna bilir. Böyük sifarişlərdə isə təbii özünüz gəlməz daha yaxşı olar ki, bir daşa pərakəndə alırsınızsa, güllərin pərakəndə satışı da
var mağazada. Bəli. Gəlib özünüz seçib və yaxud da öncədən sifariş verib yığdıra bilərsiniz, alışınızı edə bilərsiniz. Satış edənlər isə WhatsApp qrupa qoşulub rayondan Bakıya gəlməsi üçün belə deyim, çox vaxt aparırsa, məsrəflidirsə, görüntülü əlaqə saxlamaqla mağaza ilə əlaqə saxlayırsınız, modelləri seçirsiniz. Bu işdə olanlar artıq bilir ki, hansı modellər var, hansı çeşidlər var, adı ilə rahat şəkildə sifarişlərini də edə bilər. Demək, ümumi olaraq bu günləri də yenə təkrar olaraq bildirim və sonra daha sonra isə yekunlaşdıracağıq. Bu dediyimiz ağac güllərin, baxın, bunlar hazır vəziyyətdə olanlardır. Bunları istədiyiniz dipçək modelinə hazır rep sizin üçün göndərə bilirlər. Həmçinin burada bəziləri də var ki, bunlar hazır formada olanlardır. Bunlarda başlayırdı tək özü 15 manatdan gülün, ağacın özü. Amma sifarişlə, dipçəklə filandan artıq qiymət dəyişir. Bəzi modellər var ki, irəlidə göstərdiyim, onlar artıq ağac gövdəsidir, ağac gövdəsinin üzərinə işlənilir. Onların isə qiyməti bir başqa olur, düzdür? Bəli. Ümumi bir də məlumat verək ki, mağazanın həmçinin ikinci filialında harda ünvanını bilən. Prestij B, Abşeron Ticarət Mərkəzi, Prestij B, Korpus 12, mağaza 3. Digər ikinci filial da var ki, orada da bir fərqli çeşidlər satış həyata keçirir. Kimlər ki, WhatsApp qrupa qoşulacaq satışını edir, orada həmən digər filialda olan gül çeşidlərində mütəmadi olaraq paylaşılır. İstədiyinizi burada olmayan bəzi çeşidlər, yəni burada indi videoda görmədiyiniz və sizin istədiyiniz çeşid ola bilər ki, yəni narahat olmayın ki, burada olmadı. Digər filialda da satışı olan fərqli çeşidlər də var və həmçinin də fevral ayının sonuna qədər inşallah sifarişdə olan, ixal olunan digər yeni modellərimiz də gələcək, yeni gül çeşidlərimiz də gələcək, yeni ağac çeşidlərimiz də gələcək, yəni tamam fərqli çeşidlər gələcək. Kimlər ki, bu işi satışını edir və yaxud da dekor işlərlə məşğuldur və yaxud da nə bilim restoran filialını açmağı planlayır. Hər kəs belə deyim bu fürsətdən istifadə edə bilər. Fərqli, kreativ, yeni gələn çeşidlərlə də tanış olmaq üçün fevral ayının sonunda yeni gələn modelləri də gəlib görə bilərsiniz. Bu qədər dostlar, ümid edirəm ki, faydalı oldu. Bir neçə dəfə öncə də qeyd etdiyim kimi bizə müraciət olunmuşdu süni güllərlə bağlı. Bu günləri sizə həmən süni gül çeşidləri mağazası toplantısı Liliya mağazasından detallı video çəkib hazırladıq. Ətrafınızda bu işi görənlər varsa, ətrafınızda dekor işi görənlər varsa, bu gül çeşidlərinin satışını həyata keçirənlər varsa, bu videonu da onlar da paylaşın ki, onlar da tanısınlar, sifariş versinlər və sərfəli uyğun qiymətlərlə əməkdaşlıq etsinlər. Videonu bəyənin və kanalımıza da abunə olun. Daha çox toplantısı tanımaq istəyirsinizsə mütləq ki, abunə olun ki, digər videolarımızda sizin qarşınıza çıxsın, izləyəsiniz. İzlədiyiniz üçün təşəkkürlər.